Turan Birliği, Kürdistan, Böyük Ermənistan, Böyük Azərbaycan, Böyük Farslar, pan-İranizm. Bunlar, bu ideyalar Siyonistlər tərəfindən irəli atılmışdır. İndi baxın, Turan Birliği, Türk İttifaqı, pan-Türkistlər, bunlar nə deməkdir? Bunları mən digərlərinə də nümunə çəkirəm. Kürdistana, pan-İranizmə, bunlara nümunə çəkirəm. Bu Turan Birliği, Türk İttifaqın. Nə deməkdir? Turan Birliği və Türk İttifaqı nə deməkdir? Adları ittifaq, birlik gedir. Amma bölücülük, bölür, irqlərə bölür. Azərbaycanda yaşayan türklər, Türkiyədə yaşayan türklər, Balkanlarda yaşayan türklər, Baltik ölkələrində, Balkanlarda, Çində yaşayan türklər, buna Türkistan da deyirlər. Bunlardan ibarət böyük bir birlik yaratmaq. Böyük bir birlik yaratmaq. O birlikdə güya daha da güclənmək. Əslində isə, əziz dostlar, bu Turan Birliği, Türk İttifaqı, pan-Türkistlər, bunlar hamısı, siz əvvəl də qeyd etdim, Siyonistlərin planıdır. Yəni, baxın, Turan Birliği deyə güya Türk xalqlarını birləşdirib, güya. Sonra öz daxillərində narazılıq yaradıb böləcəklər. Bu biz türklər olaraq işimizə gələrmi? Əsla gəlməz. Yəni, bu bir reallıqdır. Bu gerçəkdir. O Turan Birliği, Türk İttifaqı dediğin zaman 70 il Sovetlər Birliği də var idi. Sovetlər İttifaqı da var idi. Gördünüz? Necə çöktü? İçərində birinci parçaladılar. Münaqişə ocağı yaratdılar. Parçalandı, sonra dağıldı. Bu qədər. Bu Turan Birliği, Türk İttifaqı, Türkistan, bunlar hamısı Kürdistana da bir nümunədir. Pan-İranizmə də nümunədir. Məsələn, deyirlər pan-Türkizm, pan-İranizm. Xüsusən bunu türklərə aid edirlər. Yəni, bunlar türkləri güya dünyadan təcrid vəziyyətinə salırlar. Türkləri də, Kürdləri də, Farsları da, Ərəbləri də. Yəni, müsəlman xalqlarıdır bunlar. Sadaladığım müsəlman xalqlarıdır. Bunları dünyadan təcrid vəziyyətinə salırlar və digər dünya xalqlarına da qorxu, türk, ərəb, kürd qorxusunu yaradırlar. Baxın, məsələn, fransız, İngilis, İspan, Amerika xalqlarına deyirlər ki, baxın, Turan Birliği qurulacaq. Nə bilim, pan-İranizm, Kürdistan, Böyük Kürdistan, Böyük Turan Birliği, Böyük İran, pan-İranizm və s. və s. Bu əslində heç də xeyli ideya siyasət deyil. Bu əslində təcrid siyasətidir. Dünya xalqların türk, ərəb, fars, kürd xalqından qorxutmaq. Sanki dünya xalqları, dünyanın digər xalqları, fransız, İspan, Amerika xalqları, güneydəki Amerika xalqları və s. bunlar sanki qorxu yaradırlar. Sanki türklər, ərəblər, farslar, müsəlman xalqları, bu müsəlman xalqları sanki vəhşidirlər. Onlar öz böyük birliklərini qurub onları işğal edəcək. Başa düşdünüzmü?
Yəni Turan Birliyi, Türkistan, Türk İttifaqı, Kürdistan, Pan-İranizm, bax bu siyasətlərə xidmət edir. Bu siyasətlərin də ideyası Siyonistlərə aiddir. Siyonistlər, bax bu Turan Birliyi, Türk İttifaqın, Türkistan, Kürdistan, Pan-İranizm ideyaların ortalığa atdılar. Yəni bu ərəb, fars, kürd, müsəlman xalqların təcrid vəziyyətinə salmaq, içlərində parçalamaq. Ona görə bu oyuna aldanmayın.